vaxtınız xeyir olsun. İki Sahil internet televiziya kanalında Sağlam Olaq verilişində xoş gördük sizləri. Bildiyiniz kimi oktyabr ayı, çəhrayı oktyabr ayı adlanır. Çünki bu ay süd vəzi xərçəngi ilə mübarizə ayıdır. Məhz bu ayı gözəlləşdirmək üçün, maarifləndirmək üçün və həqiqətən də xanımlarımızın qorxularını aradan qaldırmaq üçün mən studiyaya iki qonaq dəvət etmişəm. Bildiyiniz kimi xanımlar öz sağlamlığı haqqında hər zaman düşünürlər, amma təəssüflər olsun ki, onkoloji xəstəliklər, süd vəzi xəstəliyi çox vaxt xanımların ən son düşündüyü bir hissə olur və mən də çox təəssüf edirəm ki, xanımlar bu haqda məlumatlı olanda artıq psixoloji da narahat olmuş olurlar. Mən çox istəyirəm ki, bu ayı biz faydalı keçirdək, bu ay haqqında xüsusi məlumatlarımız olsun və bu ayı dəyərləndirək. Ona görə də studiyamıza dəyərli qonaqlarımı dəvət etmişəm. Günel Qəmbərova, Mərhəm Beynəlxalq Hospitalının həkim radioloq mamoloqu. Xoş gördük. Xoş gördük. Çox sağ olun dəvətiniz. Təşəkkür edirəm Günel xanım və Pərvanə xanım Rüstəmova, Ege Hospitalının tibbi onkoloqu. Xoş gördük sizləri. Xoş gördük Səhra xanım. Təşəkkür edirəm. Mən sizinlə ayrı-ayrı efirdə olmuşam və mən düşünürəm ki, bizim tamaşaçılar hər ikinizi tanıyırlar, hər ikinizin nə qədər maraqlı mövzu üzərində danışdığınızı bilirlər. Amma bugün çox maraqlı bir enerji var studiyamızda. Baxmayaraq ki, xərçəng sözündən mən tez-tez istifadə etdim. Amma gördünüz ki, mən ilk sözüm nə oldu ki, biz bundan yararlanaq, bu aydan yararlanaq, bu ayda maariflənək və xanımlarımız bundan həqiqətən bu mövzudan çox böyük fayda götürsünlər istəyirəm. Ona görə də elə sualımı belə verəcəm hər ikinizə və növbəli şəkildə sizdən cavab istəyirəm. Bu ayı biz necə daha fərqli cür insanlara çatdıraq, Günel xanım? Səhra xanım, bir daha təşəkkür edirəm dəvətiniz üçün. Həqiqətən də süd vəzi ilə məşğul olan, istənilən istir diaqnostikası olsun, profilaktikası olsun, müalicəsi ilə, cərrahiyyəsi ilə məşğul olan hər bir həkim üçün bu ay özəldir, müqəddəsdir, alidir. Bizim üçün də bu ayda zaten süd vəzi xərçəngi ilə tam olaraq 1 oktyabrdan 31 oktyabra qədər xərçənglə mübarizə ayı olaraq seçildiyindən bunun zaten mübarizə ayı deyərkən birinci punktları var da. Birinci punkt zaten insanları maarifləndirmək, insanları burada lazım ola biləcək doğru müayinə üsullarına yönəltmək və insanların öz süd vəznində öz süd vəzinə fərqindəlik yaratmaqdır məsələsi. Yəni missiyası, bu ayın missiyası budur. Və biz də çox təşəkkür edirik ki, sizlər başda olmaqla ümumiyyətlə televiziyadır, mediadır, internet resurslarıdır. Bunlar nə xoş olar ki, bu ayda elə həqiqətən də bu sahədə maarifləndirmək üzrə yönələ. Çünki zaten biz hər ay danışırıq. Yəni xərçənglə məşğul olan hər bir həkim zaten hər gün ən az öz sosial şəbəkəsində bundan bağlı maarifləndirmə işləri aparır. Postlar, storylər, hekayə bölümləri paylaşılır. Amma medianın çatdırdığını biz bəlkə də sosial şəbəkədə çatdıra bilmirik. Ona görə də bu ay özəl edən maarifləndirmədir ki, mən də sizdən xahiş edirəm ki, siz də bizə dəstək olasınız. Zaten biz də hər zaman paylaşırıq dəyərli kolleqamla ki, bizə səs olun, səsimizə səs olun. Yəni bir əldən səs çıxmaz. Bu mən sizə, siz digərlərinə ata-ata bizlərin haykırışını, bizlərin paylaşımlarını, bizlərin müayinəyə gəl, fərqində ol, süd vəzini unutma haykırışını dinləmək və səsimizə səs olmağınızdır. Təşəkkür edirəm Günel xanım. Elə eyni sualı yenə Pərvanə xanıma müraciət edirəm. Bilirəm ki, siz həqiqətən də bu işdə əl-ələ verib çalışan həm rəfiqəsiniz, həm də doğrudan da mütəxəssissiniz və mən heç bunu belə deyim də səmimi istəyirəm ki, efirdəkilər də bilsinlər ki, hər ikiniz aləmin həkimisiniz. Yəni mən bunu yenə də vurğulamaq istəyirəm. Pərvanə xanım, bu ayı biraz bizim üçün belə deyim də maarifləndirmə hissəsini biraz da fərqli cür bizə deyin, zəhmət olmasa. Oktyabr ayı, yəni süd vəzi xərçəngi ilə mübarizədən daha çox süd vəzi xərçəngi fərqindəlik ayı kimi biz istəyirik, insanlar fərqinə varsın. Yəni bu biz xərçəng ilə mübarizə üçün çox şey edə bilərik. Amma bir də fərqində olmalıyıq ki, süd vəzi xərçəngi deyilən bir diaqnoz var. Yəni bu ayın birinci çağırışında ana fikrin biri odur ki, fərqinə varaq, yaşından asılı olmayaraq. Çünki artıq xəstəliklər çox gəncləşib. Və çox yaşlı qadınlar da bəzən düşünür ki, artıq mənim hormonal statusumda durğunluq baş verib, klimaks dövründəyəm, mənim ümumiyyətlə süd vəzində niyə bir xəstəlik olsun deyə bəzən yanlış fikrə qapılırlar. Burada birinci məqsədimiz yenə də bu fərqindəliyi artırmaqdır ki, hər bir şəxsdə süd vəzi xərçəngi ola bilər. Statistik rəqəmlərin tez-tez anonsunu hər yerdə eşidirik. Yəni bu rəqəmin boş söz olmadığının fərqinə varsınlar insanlar. Süd vəzində baş verən hər hansı bir dəyişiklik olduğu zaman artıq bunun xəstəlik ola bilmə ehtimalı üçün də əlavə maarifləndirmə işləri görürük.
Çünki ən gözəl insan kimdir? Heç bir şikayəti olmadan həkimə gələn insandır. Həkimin ən sevdiyi xəstə qrupu odur. Check-up'a gələn insanlar bu sahədə bizim belə deyək də ən böyük dəstəkçimizdir. Bu mübarizədə ən önəmli qolumuzdur. Amma bir də problem baş verdiyi zaman onun nə olduğunu bilməyib də kör-köranə yanlışa düşən insanlar var. Maarifləndirməyin bir mənası da məhz fərqində olmaqdır ki, belə bir xəstəlik var. Bunun adını eşitdiyimiz zaman sabah hardasa, necəsə qarşımıza çıxarsa, orada mübarizədə daha qalib olacağıq. Düşünün ki, belə bir primitiv misal var. Bəzi insanlar cazibə qanunu haqqında bilgisi yoxdur deyə o havada gəzir, multfilmlərdə görürük. Fərqində olduğun zaman sənin həyatın dəyişir. Fərqində olduğun zaman daha doğru mübarizə apara bilirsən. Yəni, burada önəmli məsələ o fərqindəliyi artırmaq üçün bilgi, məlumatlılığı artırmaqdır ilk iş. Mən növbəti suala keçməzdən öncə bir danışdıqca, sizi dinlədikcə sual istəyirəm ikinizə də verim. Bildiyim qədərilə bu psixologiyada da var. Yəni, tamaşaçılar bilir ki, mən özüm psixoloqam, verilişi aparsam da, amma həvəskaram və çox mən sevinirəm ki, çox gözəl məlumatlar da alıram və hətta həkimliyə doğru təşəkkür edirəm, addımlayıram. Bildiyim qədərilə məşhur bir aktrisa var idi ki, o süd vəzisini ümumiyyətlə kəsdirmişdi bildiyim qədərilə, heç xəstəliyi olmadan. Adını çəkməyəcəm, bəlkə də düzgün olmaz. Doğrudur, yəni zaten doğrudur, o məşhurdur. Yəni zaten tibbdə Angelina Jolie sindromu artıq var. Yəni bu belə deyək də 2003-cü ildə ilk bir qadın, bilirsin necə burada məsələ nədir? Əslində o xanımda bəli süd vəzi xərçəngi yox idi. Sadəcə həm anasında, həm nənəsində yumurtalı xərçəngi, süd vəzi xərçəngi olduğuna görə adam gedir, genetik analizini verir və genetik analizdə müəyyən orada interval rəqəmlər var. O rəqəmlərin yuxarı olduğunu görür. Və o süd vəzini qorumayıb. O demək deyil ki, o insanda süd vəzi xərçəngi olacaqdır. Sadəcə o genetik olaraq bəli, o onu görmüşdü. Yəni həkimlərin də məsləhəti ilə. Və bir də düşünün, bir seks simvolunun, bir Hollywood ulduzunun gedib birdən-birə döşündən imtina etməsi, yəni nə qədər böyük bir adımdır. Amma biz həkimlər olaraq ona təşəkkür edirik. Yəni o bu bariyeri sındırdı. Mən xərçəngdən qorxmuram deyib də gedib süd vəzini götürdü və subkulomastiktomiya dediyimiz əməliyyat növü var ki, yəni dəri saxlanılır, döşün içi boşaldılır, içərisinə implant verilir və süd vəzi ondan əvvəlkindən də daha gözəl formada qalır. Yəni və bunu o ilk edən insanlardan oldu və bugünkü dövrdə də əlbəttə tibb çox irəliləyir və müxtəlif analizlər, müxtəlif müayinələr, ən əsasdakı genetik analizlər ona imkan verirsə, yəni tək onkofobiya ilə yox, yəni xərçəngdən qorxum gedib yox. Bunun mütləq protokolları var, çünki hər bir süd vəzinin kəsməsi cinayət sayıla bilər. Bu bir sağlam ədəbiyyatın kəsməyi doğru deyil. Amma protokollarına hər bir şərtlər uyğundursa, o zaman insanlar həqiqətən bu yola gedə bilər. Siz necə yanaşırsınız? Angelina Jolie effekti həqiqətən təbabətdə qadınlar arasında bu xəstəliyin fərqindəliyini artırmaq və irsi süd vəzi faktı olan ailələrdə bir belə deyək də mübarizə ruhunu qaldırdı. Həmin xəstələrdə BRCA 1-2 gen mutasiyası olduğu qan analizində təsdiq edildi və buna görə məhz risk azaldıcı cərrahiyyədir bunun adı. Risk azaldıcı bir əməliyyata getdi. Düzdür, burada bir haşiyə çıxaq ki, çox az faiz, 5%-in altında o əməliyyatı keçirmiş xəstələrdə də süd vəzi xərçəngi ola bilər. Çünki orada bəlli bir məsafədə dəri nekroza getməsin deyə dəri altında toxuma saxlanılır. Bu mütləqdir və yaxud qoltuq altı limfa düyünü var. Yəni bu %100 xərçəngdən qorunma deyil, risk azaldıcı cərrahiyyə olaraq təbabətdə öz sübutunu tapıb və bugün dünyada bizim ölkəmiz daxil olmaqla bundan çox insanlar yararlanır. Yəni genetik və irsi süd vəzi xəstəliyi mutasiyası olan şəxslər buna ciddi risk daşıyırsa, xəstə ilə həkimin təbii ki, izahından sonra o %100 olmadığını başa düşəndə bəzi xəstələr heç istəmir də. Çünki bütün mutasiyası olan şəxslər də mütləq xərçəng olacaq deyə deyil. Burada 55-65% arasında normal populyasiyaya görə riski qaldırır bu statistika. Amma nəticədə kim qazanır? Bu məlumatı bilən, Angelina Jolie-ni izləyən bir şəxsin fərqindəliyinə görə həmin şəxsin ailəsi bu hadisədən, bu effektdən yararlanmış olur və ona həkim o müayinəni, o əməliyyatı təklif etdiyi zaman artıq bu da bir fərqindəlikdir. Bəzən məşhurların öz sağlamlığında olan problemi gizlətməyi onlar üçün bəlkə də doğrudur, amma ictimaiyyət üçün paylaşmaları daha doğru olar ki, o mübarizəni onlar görəndə, həqiqətən də
daha ağıllı, daha bir statuslu, maddi rifahı yerində şəxslərin də bəzən problemlərlə üzləşdiyini və bunun dəf edilməsi üçün nə addım atdığını bildiyi zaman, sadə vətəndaş da onu izlədiyi zaman daha anlayışla qarşılayır Xəritə onu. olur məncə. Təbii Onlar ki. üçün bir xəritə olur. Bir sual da vermək istəyirəm. Yəni mənə çox maraqlıdır. Mən bunu sizin efirdə görmüşdüm. Yəni sizin paylaşımda görmüşdüm. Bizim də yaralı yerimizdir Günel xanım. Bu arada məncə Pərvanə xanım sizə də o cür xəstələr müraciət eləyir. Məsələn, mənə çox vaxt deyirlər ki, yapay zəkadan soruşduq ki, nə edim? Yapay zəka bizə yardım etdi və mən də sual verirəm ki, bu yapay zəkanın emosiyası yoxdursa, o sizlə necə danışır da? Mənə çox maraqlıdır və sizin paylaşım məni biraz düzü etkilədi, tərpətdi məni ki, demək ki, artıq mən yenə ola bilərəm. Mən psixoloqam, onunla danışsınlar, olsun arada bir. Amma bir adamın klinik problemi varsa, bir adamın artıq medikamentoz dərman almalıdırsa, psixiatr əvəzi də ondan istifadə etməsi artıq dəhşətdir. Sizdə gördüm mən bunu. Bizlər onun paylaşıb və həqiqətən çox keşfətə düşən bir video oldu. Adi həvəskar bir telefona çəkilmiş bir məndə köməkçinin tərəfindən çəkilmiş kadr idi və Instagramdakı bütün mənim paylaşmalarım elə bir sıfıra düşdü. O qalxdı çox yuxarı və hal-hazırda da keşfətdədir. Orada məsələ budur ki, xanım 28 yaşındadır indi, amma 22 yaşında olanda süd vəzi xərçəngi diaqnozu qoymuşuq. Bizim çox gözəl aparıcı həkimlərimizdən, bizim müəllimlərimizdən, Pərvanə xanımla mənim müəllimlərimdə yaxşı əməliyyat olunubdu, müalicəsini alıb, hər bir şey gözəl, şüa terapiyasını alıb, hər şey gözəl. Amma o demək deyil ki, sən xərçənglə vidalaşdın. Yəni bu xərçəng zaten normal insanda da hər dəfə biz qadınlıqsa yarana bilirsə, bir də sənin xərçəng keçmişin varsa, yəni sən daha 2 qat diqqətli olmalısan, fərqində olmalısan. Baxın, demirəm qorxmalısan, fərqində olmalısan ki, səndə bu xəstəlik olub zaten. Adam gedib bütün müalicələrin keçib kimyəvi dərman terapiyasını alıb, şüa terapiyasını alıb. Bu arada orqan qorucu əməliyyat olunub bir də. Yəni süd vəzi həqiqətən də qorunula bilib. Amma üstündən 6 il keçib və bu adam bu günə kimi heç bir həkimin konsultasiyasında olmayıb. Öz həkimlərini deyək, dırnaq arası bəyənmədisə də digər həkim kolleqalarımıza, dostlarımıza müraciət edə bilərdi, getməyib. Və döşündə birdən başlayıb həmin o orqan qorucu əməliyyat olunan hissədə başlayıb dəri üzərində belə qızartılar, sanki səthlər mərmər kimi belə. Və o keçib artıq bu süd vəziyə, süd vəzi dərisindən daha doğrusu eyni zamanda qoltuq altında patoloji limfa düyünləri başlayıb. Deməli, o mənə gələndə və mən xanım xatırladım, yəni 6 il mən baxma xatırladım və dedim ki, bəs sən bununla niyə belə, niyə həkimə getməmisən? Bu dərinin bir yayılması olar da, yəni süd vəzinin dəriyə bir yayılması ola bilər və zaten də elə idi. Deməli, qatil ki, mən ChatGPT-yə bunun şəklini atdım. ChatGPT deyir, mənə dedi ki, bu dəri xəstədir, düzdür. ChatGPT-yə sağ ol deyirik, ən azı sonda yazır ki, bir həkimimizdən məsləhətləşin. Yəni onu yazır. Qorxuram birazdan onu da deməsin. Aysa, onu da deməyəcək. Və mənə dedi ki, dəri problemidir, dəri həkiminə get, mən də bu dəqiqə maddi duruma görə getmədim. Yəni adam axı o ChatGPT bilmir axı bunun keçmişdə nə olub, bu nələrdən keçib və xəstə olaraq bu insan ağlına gəlmir orada onu yazsın ki, mənim keçmişimdə bu olub. Zaten o qədər maarifli xanım olsa da ChatGPT yoxdur, həkimə müraciət eləyərdi və burada onun həddindən artıq çox gecikdiyi bir durumu gördük. Bütün bədəni yayılmış xərçəngi müayinələrdə biz aşkarladıq. Digər süd vəzində xərçəng keçib yerində orqan qorucu olan çapıqda da xərçəngin residivini gördük. Yəni dəri biz cavanlarda zaten xərçəng aqressiv keçir. Bir də bu belə bir durumda həkimsiz qalması sözümüzü ona gətiririk. Xülasə, internet resursları, Google olsun, digər şəbəkələr olsun, ChatGPT olsun, biz özümüz də nə qədər yararlanırıq həkimlər olaraq. Hətta mənim bugünkü mammoqrafiyamda belə süni yapay zəkanın orada yazıları olur. Məndən əlavə o da mənim görməklərimi yazır orada. Amma o demir, orada bu var. Deyir ki, həkim diqqət elə. Sən bunu görmədin. Yəni diqqət et, bu xoş da ola bilər, bəd də ola, sən diqqət et, sən onu görmədin, üstündən keçdin, amma mən sənə deyirəm ki, filan şəkildə bunu gördük. Bu gözəldir. İnternet resurslarından yararlanmaq gözəldir, amma yerində və qədərində və mütləq şəkildə mütəxəssisin rəyi olaraq. Mütləq. Çox təşəkkür edirəm Günel xanım. Buyurun Pərvanə xanım. Olubmu belə bir təcrübəniz ki, gəlib yapay zəka olaraq həkimlik edib, yəni? Əslində elə olub və bir də bilirsiniz, bizim bugünkü işimiz çox çətindir. Mən kimyoterapevtəm, yeni dərmanlar çıxır. Xəstələr adını bildiyi, amma onun xəstəliyinə uzaqdan, yaxından aidiyyatı olmayan bir dərmanla gəlirlər ki, bizə bunu tətbiq elə. Bu dedilər ki, ən yaxşısı budur. Deyirəm, amma sən ona dedinmi ki, mənim xəstəliyim ən yaxşısı deyil və yaxud da ki, doğru sualı vermək çox önəmlidir. Siz də indi çox gözəl aparıcılıq edirsiniz. Bir məlumatı almaq üçün sən öncə doğru sual verməyi bacarmalısan. Həmin o ChatGPT olsun, başqa bir Google, hər hansı bir araşdırma resursundan
o vaxt doğru məlumat alarsan ki, çox dürüst sual verə biləsən. Bütün informasiyanı əhatə edən həkim xəstə ilə danışarkən nə edir? Biz həyat anamnezi dediyimiz, xəstəlik anamnezi dediyimiz məlumat soruşuruq. Bunu biz öz istəyimizə görə etmirik. Qaydalar belədir. Keçmişini bilmədiyin zaman bugünü dəyərləndirə bilmirsən. Hər hansı bir, bu yaxınlarda mənə bir xəstə müraciət eləmişdi. 50 plus yaşında xanım idi. Bənzər hekayədir, amma inatla deyir ki, bu allergiyadır. Həkim, siz səhv edirsiniz. Mənə niyə xərçəngi yaraşdırırsınız? Dərisində belə pustul şəkilli səpkilər var idi və bunun inatla allergiya olduğunu deyirdi. Biopsiya ilə çox təəssüf ki, xərçəng olduğu təsdiq olundu və sonra məcbur bizlə razılaşdı və artıq 2-ci kurs kimyoterapiyasını alır. Gedişatı yaxşıdır, amma buna baxmayaraq bəzən xəstələr inanmaq istədiyini, kimsə ona onun eşitmək istədiyi sözü dediyi zaman artıq ondan sonrasına getmir. Həmin cümlə ona kifayətdir, çünki o onu eşitmək istəyirdi. Yəqin ki, psixoloji tərəflərini siz daha yaxşı bilərsiniz bu detalın, amma tibbdə də təəssüf ki, gecikmələrə çox vaxt belə bir şey səbəb olur. Hər hansı bir şikayəti olan adam qohumuna, qonşusuna ilk olaraq bu haqda danışır və ondan təsəvvür edin, belə bir söz eşidir. Narahat olma, məndə də olmuşdu, keçdi, getdi. Bu cümlə ilə o həmin problemi bağladı, qoydu qırağa. Bunu bir mütəxəssisə aparım, dəyərləndirək, həqiqətənmi? Və daha təbii ki, daha doğru yanaşmanı, doğru bir diaqnostikanı əldə edim. Ondan sonra ürəklə oturum. Yox, biz niyəsə elə şeylərdə çox sevirik ki, bəzən belə ümumi xalq arasında deyək, o tibb təhsili olmadan həkim olanları dinləməyi sevirik, amma bu yanlışdır. Oktyabr ayının da elə bir məqsədi odur ki, nəyi kimdən eşitmək lazım olduğunu biləsən, hansı xəstəyə, kimə nə müayinə lazımdır. Yəni, fərqindəliyi artırmaqla bəzən bəlkə biz də ChatGPT-ni xəstələrin həyatında belə deyək də başqa bir yönlərdə istifadə etsinlər, amma sağlamlıq diaqnostikası üçün yetərli deyil. Eynən. Mən istəyirəm ki, son sualımı sizə verim və həqiqətən də çox rəngarəng bir efir oldu. Mən özümə də çox xoş gəldi. Əslində belə hər iki tərəfimdə çox enerjili, amma çox xoşum gəldi. Niyə? Çünki həm informasiyanı alıram, sonra informasiyanı alıram və enerji mübadiləsi var burada. Bunu mən psixoloq olaraq hiss edə bilirəm və həqiqətən çox rahat və axıcı keçir deyə düşünürəm. Və son sualım budur. Mən istəyirəm son sualı buradan başlayım icazənizlə. Pərvanə xanım, oktyabr ayı, çəhrayı lent ayı, çəhrayı oktyabr ayı süd vəzi xərçəngi ilə mübarizə ayıdır. İnanıram ki, düz dedim. Çünki o cümlə o qədər sizin üçün həssasdır ki, mən bunu hiss edirəm. Hətta mən verilişi başlayanda mən buradan o müəllimə duyğuları da gəldi mənə ki, yəni düzdür. Yəni o qədər sevirsiniz, mən bilirəm bu işinizi ki, o işi sevməkdən, peşəkarlıqdan irəli gəlir. Necə çağırış eləyək? Bax, son çağırışımızı bizim tamaşaçılara siz edin, sonra mən Günel xanımdan alacağam və son olaraq da mən də fikirlərimi deyim və yekunlaşdıraq. Tək oktyabr ayında deyil də bütün il ərzində sağlamlığımıza qarşı diqqətli olaq, özümüzə qarşı diqqətli olaq, bədənimizi sevək, bədənimizi tanıyaq, baş verə biləcək ən xırda dəyişikliyə belə həssas yanaşaq. Necə ki, bir ana körpəsinin gecə qığıltısında dərhal oyanır, nə baş verir deyə bir təlaşla. Bədənin də hər hansı bir səsləyişinə dərhal cavab verək. Yəni, mənim birinci bütün insanlardan bizi dinləyən qadın, kişi fərqi yoxdur. Kim olur olsun, öz orqanizmini dinləməyi bacarsın, şikayətlərinə qarşı çox həssas olsunlar, amma ən yaxşı insan olaraq heç vaxt xəstələnmədən həkimə getməyi öyrənsinlər. Bunları bir həyat tərzinə çevirmək lazımdır. Oktyabr ayı süd vəzi xərçəngi ayıdır, digər ay ağciyərdir, yoğun bağırsaqdır. Biz bunlara şərti ad qoyuruq, məlumatı daha çox ötürmək üçün. Amma siz öz orqanlarınızın fərqində olun, şikayətiniz olmasa belə ildə 1-2 dəfə sağlamlığınız üçün vaxt ayırıb 2 gün, 3 gün ardıcıl bəzi müayinələri keçsəz, il ərzində çox rahat, arxain yaşayacaqsınız. Bunu öz orqanizminizdə bir yeni il təmizliyi, Novruz təmizliyi kimi qəbul edin, necəsə dəyərləndirin, amma əsas məsələ odur, sağlamlığınıza diqqətli olun. Təşəkkür edirəm Pərvanə xanım. Buyurun Günel xanım, son çağırış sizdən. O qədər gözəl dedi ki, yəni həqiqətən həm dostumdur deyə, həm də kolleqam deyə də o hər dəfə danışanda belə özüm də ağzımı açaraq qulaq asıram. Məsləhətim odur ki, baxın, mən paylaşım da elədim. Hər il sentyabrın 30-da mən uyğun günlərdəyəmsə, mütləq mammoqrafiyamı keçirəm. Və bu ildə özəl olaraq onu çəkdim, paylaşdım ki, mən mammoqrafiyadan keçdim. Anamı bu yaxınlarda gətirdim, anamı paylaşdım. Anama da hətta orada bir şeir dedim. Cəfər Cabanın məşhur ana şeirini. Anam
Amma bunlar bilirsiniz necə? Təbii ki, mən anamı müayinə etməliydim, borcumdur, özümü müayinə etməliyəm. Doktor demiş, yəni özümün bədənimi tanımalıyam. Və bir də buradan bir sətir altı ismarıcılar ötürdüm mən əslində, ötürmək istədim ki, bax mən müayinə oldum, sən də gəl müayinə ol, sən də ananı gətir. Çünki bizim analarımızın vaxtında nə bu müayinələr yox idi, nə də bu qədər xərçəng yayılmamışdı. Qocalarda var, qulağımızı çəkin, falan kəs pis xəstəlikdən öldü deyib, yəni bununla qurtarırdı cümlələr. Amma biz axı maarifliyik, necə ki bizim valideynlər biz uşaqkən, Pərvan xanım demiş, bir qığılcımımıza, bir bəlkə gecə yata bilməməyimizə, səhərsə durub həkim aparırdısa və ya da gecə təcil yardım çağırdısa, ki bəlkə də panik olubdur bu. Onlar bizi necə apardılarsa, bugün biz uşaqların, biz övladların borcudur ki, valideynlərin əlindən tutaq, müayinəyə aparaq. Mən bu baxımdan hər bir kəsi ən azından heç olmazsa öz anasını müayinə gətirməyə tövsiyə edirəm. Təşəkkür edirəm. Günel xanım sizə, Pərvanə xanım sizə çox sağ olun. Çox dediyim kimi təkrarçılıq olmasın, amma çox maarifləndirici bir veriliş oldu. Bəli, çox tez keçdi, amma mən düşünürəm sizə o sualları verdikcə ki, görəsən biz dolğun məlumat verdikmi? Bəli, məncə hər tərəfə toxunduq, hər hissəyə toxunduq. Həm bizim yapay zəkamızdan olan xəsarət alan insanlara belə deyim, həmçinin bu ayın belə deyim də gözəlliyindən danışdıq. Gözəllik deyirik biz siz nə üçün mən gözəllik kimi deyirəm bunu? Çünki insan özü ilə mübarizə aparmağa başlayıbsa, deməli artıq gözəllikdir bu. Elə deyilmi? Ona görə də mən sizin vurğulamadığınız sonuncu cümləni mən demək istəyirəm ki, hər iki mütəxəssisimiz mən bilirəm ki, bu ayı o qədər sevir ki, bu ayda hər zaman bütün xanımları yanında görmək istəyir. Ona görə də işlədikləri müəssisədə mütləq şəkildə indirim edirlər. Çünki mən özüm də bundan yaralanmışam və bunu Günel xanım demədi, amma mən deyəcəm, həqiqətən hər bir xanım xoşbəxt olmağa layiqdir, amma ilk olaraq sağlam olmağa layiqdir. Düşünürəm ki, sağlam bədəndə sağlam ruh olar, amma sağlam ruhlu da insanlar sağlam olurlar. Ona görə də həm psixoloji, həm onkoloji, həmçinin də müəyyən belə deyim, tibbi sağlamlıqlarımızı mütləq qorumalıyıq. Təşəkkür edirəm. Növbəti görüşlərədək sağ olun.